Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev İlham və Mehriban Əliyevaları alçaltmaqda davam edir. Belə ki, bir müddətdir sosial şəbəkələrdə Elçin Quliyevin yaşlı bir qadınla görüntüləri general şəhid anası ilə görüşdü başlığı altında paylaşılır. Həmin yaşlı qadının hansı şəhidin valideyni olduğunu araşdırmağa çalışdıq. Məlum oldu ki, bu xanım heç bir şəhidin anası deyil. Əksinə, o iş üçün Elçin Quliyevə yaxınlaşmış yaşlı bir qadındır. General həmin vaxt kənardan çəkiliş aparıldığını görərək qadına qırağa keçək, sizinlə söhbət edərik deyib. Daha sonra isə ona əgər iş istəyirsənsə Mehribana məktub yaz, o sənə iş verəcək deyib və qadından uzaqlaşıb. Bundan sonra isə Elçin Quliyev yanındakı polkovnik Aftabdil Abbasova tapşırıb ki, jurnalistlərlə danış həmin görüntüləri general şəhid anası ilə görüşdü başlığı ilə paylaşsınlar. Bu saxta görüntüləri Elçin Quliyev tərəfindən maliyyələşən jurnalistlər Ziya Səfərli və Baku səhifəsinin rəhbəri Nicat Sadiqov paylaşmağa başlayır. Digər saytlarda bu görüntüləri paylaşsa da sonradan həmin şəxsin şəhid anası olmadığını bilib görüntüləri siliblər. Sonda isə sual belədir, erməni general Paşinyanı belə ələ salsaydı, sizcə general istefaya göndərilərdi yoxsa vəzifədə qalardı?